pozub. Ermənistan Silahlı Qüvvələrinin Tovuzun Əlbəyli kəndini atəşə tutması nəticəsində din sakinlər arasında xəsarət alanlar olub. Ən pisi isə qarşı tərəfin gülləsinə tuş gələnlər arasında qadın və azyaşlı uşağın olmasıdır. Daha ətraflı Aynəsin bölgə müxbiri Ülvi Telmansoyun reportajı. Səhər saatlarında cəbhə xətti boyunca ara-sıra atəş səsləri eşidilib. Ermənistan Silahlı Qüvvələri Tovuzun Əlbəyli və Hacı Allı kəndlərini iri çaplı silahlardan atəşə tutub. Ötən gecədən başlayan atəşkəs zamanı rayonun Əlbəyli kənd sakinləri yaralanıb. 45 yaşlı Ənayət Əliyeva qarın və ayaq nahiyəsindən, 72 yaşlı Qaraqız Nağıyeva və onun 5 yaşlı nəvəsi Nurcan Nağıyeva isə ayağından qəlpə yarası alıblar. Yaralılar dərhal rayondakı mərkəzi xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri yaxşıdır. Atəşkəsin pozulması nəticəsində kənd sakinlərinin evlərinə də ziyan dəyib. Cəbhəyə ən yaxın ərazilərdə yerləşən Əlibəyli və Hacıallı kəndləri mütəmadi olaraq ermənilər tərəfindən gülləbaran edilir. Hazırda müxbirimiz Ülvi Telmansoy Tovuzun atəşə tutulduğu kəndindədir və son məlumatları bizdə o çatdıracaq. Hər vaxtın xeyir olsun Ülvi. Ülvi buyur, son məlumatlar nədən ibarətdir? Salam Qəndirə. Biz hal-hazırda ötən gecədən başlayaraq Ermənistan Silahlı Qüvvələrinin atəşə tutduğu Tovuz rayonunun Əlibəyli kəndi ərazisindəyik. Hal-hazırda kənddə sakitçilikdir və atəş səsləri eşidilmir. Buna baxmayaraq, ötən gecədən etibarən Erməni Silahlı Qüvvələri Tovuzun Əlibəyli və Hacıallı kəndlərini intensiv atəşə tutublar. Atəş səsləri gecə yarısına dək davam eləyib. Gecə yarısı nisbətən sakitçilik olub. Lakin səhər saatlarından başlayaraq yenidən Ermənistan Silahlı Qüvvələri kənd ərazilərini və mülki sakinləri hədəfə alıblar və gülləbaran etməyə başlayıblar. Hal-hazırda kənddə atəş səsləri eşidilməsə də kənd sakinləri hər an atəşkəsin pozulmasının yenidən təkrarlanacağından ehtiyat edirlər. Buna baxmayaraq Əlibəylidə həyat öz axarı ilə davam eləyir. Qeyd etmək istəyirəm ki, Əlibəyli, Hacıallı və digər kəndlər Tovuzda cəbhə xəttinə ən yaxın mövqelər olan kəndlərdir. Təşəkkür edirəm Ülvi. Bu Gəncə büromuzdan Ülvi Telmansoy idi. Cəbhə xəttindən ən son vəziyyəti danışırdı.